Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. Bu günlərin biz sizdən növbəti qaydamız olan to be qaydasını keçəcəyik. Həmçinin də qaydaya aid olan müəyyən tapşırıqların izahına baxacaq. Qaydanı sizə izah edir Nömrə 1 Tədris Akademiyasının rəhbəri və ingilis dil müəllimi Teacher Anna. Başlayaq qaydamıza. Gördüyümüz kimi qaydamızın adı var, to be qaydası. To be qaydası ingilis dilində vacib olan qaydalardandır. Asan görünür, asandır əslində, çətin deyil, amma o qədər də vacib qaydadır. İngilis dilində əsas onurğa sütun əsas qaydalardan biri hesab olunur. Deməli, bütün qaydalardan öncə biz həmişə to be qaydasının mənasını dərk eləməliyik, anlamalıyıq. To be-nin mənası nədir uşaqlar? To be-nin mənası olmaq deməkdir. Feildir çünki. Feilin də, yəni məsələn, to run, qaçmaq, to speak, danışmaq necə ki feildirsə, to be də o şəkildə həm qaydadır, həm də feildir, olmaq mənasındadır. To be-nin indiki zamanda var 3 forması. Am, is və are. Üçünü də yazmışıq. Am, is, are. Baxın, biz bölürük. Bu tərəfi yazırıq təkdə, bu tərəfi yazırıq cəmdə. Şəxs əvəzliklərini artıq bilirsiniz. I, you, he, she, it, we, you, they. Düzdürmü? Baxın, birinci təklərdən başlayaq. To be-nin forması olan am, yəni birinci forma, I-dan işlənir. Yəni birinci şəxsin təki ilə işlənir. I am a doctor, mən həkiməm. İkinci şəxsin təkində you are a teacher, sən müəllimsən. Görürsünüzmü? Təkdə olduqlarına görə qarşısında artikellarını da verib isimlərin. She is a singer, o müğənnidir. Artıq üçüncü şəxsin təkində, ümumiyyətcə he, she, it, hər üçüncü şəxsin təki hesab olunurlar. He-də də, she-də də, it-də də. Biz işlədik to be-nin is formasını. Düzdürmü? Növbəti qaydaya baxaq, yəni qaydamızın digər hissəsinə baxaq. We are students, biz tələbəyik. Bu isə cəmdədir. We, you, they, ümumiyyətcə birinci şəxsin cəmi, ikinci şəxsin cəmi, burada isə üçüncü şəxsin cəmi. We ilə, you ilə, they ilə, üçünlə də are işlədilir. Həmçinin are işlətməyimizlə bir yerdə görürük ki, isimlərin sonuna nə artırıbdır? S artırıbdır. Baxın, students, artists, nurses, hamısında S artırıb. Niyə? Çünki artıq ismimiz cəmlənməlidir. Xəbərimiz cəmdə olduğuna görə. Deməli, iki şeyə diqqət yetiririk. Baxın, sol tərəfdə you are a teacher, sən müəllimsən. Burada yazıb you are artist, siz rəssamlarsınız. Sizin you əvəzliyinin, yəni you-nun iki mənası var. Biri sən, biri də siz. Bu tərəfdə təkdə olanda sən mənasındadır. You are a teacher. Ona görə article da verib. Sağ tərəfdə cəm yazılanda isə you are artist, burada siz mənasındadır. Siz rəssamlarsınız. Keçirik to be-nin cümlələrdən işlənmələrinə baxaq. Yazılıbdır, I am a cook, mən aşbazam. Burada I-da işləndi, am, çünki biz öyrəndik ki, to be-nin forması I-dan işlənirsə, am olmalıdır. My uncle is a dentist, mənim əmim diş həkimidir. Baxın, burada birbaşa yazılmayıbdır ki, he və yaxud da she. Biz amma bilirik ki, uncle dayıdır və təkdə olduğuna görə biz ondan, he olduğuna görə biz ondan iz işlədirik. Her sisters are friendly. Onun bacıları dostcanlıdır, mehribandır. Baxın, söhbət burada hördən getmir. Bəzi uşaqlar çaşır. Elə bilirlər ki, qadın cinsidir, she bilirlər, o cür dərk edirlər, amma doğru deyil. Hör burada yiyəli əvəzliyidir, mənası onun deməkdir. Onun nəyi? Bacıları. Sisters cəmdə olduğuna görə biz burada ar yazırıq. Elmin is a vet. Elmin baytardır. Elmin hansı cinsdir? Üçüncü şəxsin təkidir, he-dir, düzdürmü? He ilə də iz işləndiyinə görə elə Elminlə də iz işlədirik. Elmin and Murad neçə nəfərdirlər? 2 nəfər. 2 nəfərdirsə deməli biz onu nə ilə əvəz eləyirik cümlədə? Z ilə, onlardan. Z olduğuna görə, ar işləndiyinə görə deməli Elminlə Muradla da ar işlədirik. Baxın, mən dediyim qaydadır. You həm ikinci şəxsin təkində, həm də cəmində işlədilir. Gördünüz? Birində sən, birində isə siz kimi. Gördünüz? Baxın. Lakin həm təkdə, həm də cəmdə ar işlədirik. Bəli, hər ikisindən də biz gördüyümüz kimi ar işlətdik. Baxın, burada qeyd eləmişdik hissə. Sonra, baxın, aşağıda da tapşırıq cümlə içərisində nümunədə veribdir. You are an actor. Sən aktyorsan. Burada you are. Burada isə you are actor. Siz aktyorlarsınız. Hardan biləsiniz ki, burada səndir, burada sizdir? Artikelından. Təkdə olanda sən mənasında artikel olacaq. Siz olanda isə cəmdə olacaq. Çünki biz bilirik ki, cəm isimlərin sonunda S şəkilçisi olmalıdır. Qısaldılmış formaları yazıb uşaqlar burada. Baxın, I am-ı qısaltmaq üçün I apostrofmu, she-i qısaltmaq üçün she's,
They are qısaltmaq üçün their, apostrof re. Yəni bu şəkildə biz cümlələrdə yer tutmasın deyə bu şəkildə və yaxud danışarkən bu şəkildə istifadə edə bilirik. Baxaq növbəti bir tapşırığımıza. Tapşırıqlarda artıq bizə soruşur ki, to be-nin formasını qoyun. Gəlin bunları bir-bir izah eləyək uşaqlar. Deməli, she ilə birbaşa qaydamız var, is, düzdürmü? We ilə cəmdə olduğuna görə are. I-dan işlənir, am. He ilə is, çünki he, she-dən is işlədirik. My father nə deməkdir? Deməli, ümumiyyətlə uşaqlar belə başa düşək ki, to be-nin formalarını yazarkən bizə verilən bu başdakı şərtlər var, hansı ki, baxın, altından xətt çəkirəm. Biz onlar bilməliyik ki, söhbət kimdən gedir. Bilməsək, to be-nin formalarını yanlış qoyarıq. Bax, biz bunları bilməliyik. Gəlin bir-bir aydınlaşdıraq. My father, mənim atam. Mənim atam təkdə olduğuna görə və he olduğuna görə mən orada işlədirəm nəyi? He olduğuna görə nə işlədirəm? Is. Düzdürmü? Baxın, mən bura he-ni yazmışam, siz başa düşün deyə yazmışam. Yəni biz tapşırıqlarda bunu he-ni yazmırıq. Amma özümüz bilirik ki, my father he-dir. Düzdür? Onunla işlənir is. They cəmdə olduğuna görə onunla işlənir are. Söhbət burada Nilaydan mı gedir? Baxın, Nilaydan getmir. Nilay she-dir. Düzdür? Nilay's dad. Nilayın atası. Apostrof s varsa cümlədə, biz apostrof s-dən sonra gələn ismimizə baxırıq. Dad təkdə olduğuna görə is. You ilə işlənilir are. It-dən işlədilir is. The woman. Biri var uşaqlar, woman. Woman. Bu təkdədir, düzdürmü? Bu təkdədir. Woman-lə təkdə işlədirik. Biri də var, işlədirik women. Women olarkən artıq they deməkdir, onlar. Cəmdə olduğuna görə biz burada yazırıq are. Your sister, sənin bacın. Bacı she-dir, düzdürmü? Ona görə biz ondan işlədirik is. My friends, mənim dostlarım. Yəni əslində kim? They, onlar. Deməli, burada da işlədirik are. Children cəmdə olduğuna görə işlədirik are. Aysel and Aygün neçə nəfər oldu? 2 nəfər. Yəni zeydi, onlar, are. Mehrin, yəni kim? She. Ondan işlədirik nəyi? Izi. Aydındır mı uşaqlar? Başa düşürsünüz? Ümidvaram ki, hər kəsə aydındır. Çünki çətin tapşırıqlar deyil, sadəcə başa düşmək lazımdır. Növbəti qaydanın izahına baxaq. Deməli, yenə də to be-dən söhbət gedir. Əgər cümlədə to be cümləsidirsə, cümlədə am, is, are varsa, biz həmin cümləni suala keçirdiyəndə, orada işlətdiyimiz am, is, are-ı cümlənin əvvəlinə keçirməliyik. Baxın, is she happy? O xoşbəxtdir. Gəlin bu cümləni bir dənə nəqli formasını yazaq, dərk eləyək. Baxın, is qabağa keçib. Normalda cümlə necə olub? Belə. She is happy. O xoşbəxtdir. Cümlə bu modeldə olubdur. Amma biz suala keçirdəndə həmin bu izi keçirdirik cümlənin əvvəlinə. Baxın, is she happy? Burada da necə olub cümlə? Birinci they olmalıydı, düzdürmü? They are doctors. Onlar həkimlərdir. Sual olanda are they doctors? Your father is an engineer. Is your father is an engineer? Sorry, is your father an engineer? Sən atan mühəndisdir. To be-nin inkar formasına gedərkən bizdə to be olan cümləni inkar eləmək üçün sadəcə çox asan bir qaydadır. Am, is, are-dan sonra not yazmalıyıq. Baxın, I am not a student. Mən şagird deyiləm. They are not teachers. Onlar müəllim deyillər. My aunt isn't nurse. Sənin xalan tibb bacısı deyil. To be-nin inkar formasına qısalda bilərik. I am not-u bu şəkildə uzun yazmaqdansa biz yazırıq I am not. Gördünüz? I am not. Baxın, I am not. She is not, she isn't. They are not, they aren't. Bu şəkildə qısaldırıq. Qısa cavablara baxaq. Deməli, tutalım ki, biz sual vermişik və suala cavab vermək istəyirik. Baxın bura. Yazıb, is she an artist? O rəssamdır. Yes, she is. Niyə she ilə cavab verdik? Çünki she-yə sual vermişik. Niyə is-dən cavab verdik? Çünki is-dən sual vermişik. Hə dediyimiz üçün, yes dediyimiz üçün biz burada not yaza bilmərik. Sonra sual verir. Is he a driver? O sürücüdür. No, he is not. Xeyr deyil. Qısaldılmış forması da budur.
No dediyimiz yerə mütləq notu yazmalıyıq. Yazmasaq cümləmiz səhv hesab olunur. Yəni, düstur olaraq indi belə başa düşürük ki, deməli, təsdiq cavabı verərkən yes, düzdürmü? Baxın, birinci yes işlətməliyik, sonra she, yəni mübtədamı işlətməliyik, sonra to be-nin formasını işlətməliyik. Baxın, bu bizim qaydamızdır. Qısa cavab verərkən bu düsturu ödəmək lazımdır. No demişiksə, baxın, no, sonra he mübtədamı gətirmişəm, sonra is varsa, are varsa onları qoyuram, sonra isə notu yazıram. Yəni, not dediyin yerdə mütləq, no dediyin yerə mütləq notu da yazmaq lazımdır. Gəlin suallara baxaq. Yazıbdır. Is Ülker a clever girl? Ülker ağıllı qızdır. Yes. Hə dedim, gördünüz. Deməli, burada not artıq mən yaza bilmərəm. Yes, she is. Niyə she ilə cavab verdim? Çünki Ülker qadın cinsidir. Is your uncle a vet? Sənin dayın baytardır. No. Aha, no dedim. Deməli, not da qoymalıyam. Niyə he ilə cavab verdim? Çünki uncle'dan söhbət gedir. Dayıdan söhbət gedir. Is the cat white? Yes, it is. Pişik ağdır. Söhbət nədən gedir? Pişikdən. Yes. Pişik də orta cins olduğuna görə burada yazıram it, sonra yazıram to be-nin formasını. Sonra, are the children at school? Uşaqlar məktəbdədir. No. No dediyimə görə notunda yazmalıyam mütləq. Görürsünüzmü? Hər dəfə də dairəyə alıram ki, görəsiz. No, they are not. Niyə they-dən əvəz elədim? Children cəmdə olduğuna görə. Baxın uşaqlar, biz you-nu bayaq sizdən öyrəndik ki, you-nun iki mənası var. Hansılar idi? Biri sən, biri də nə idi? Bəli, biri də siz. İki dənə mənası var. Deməli, iki cür cavab verə bilərəm. Məsələn, yazılıbdır ki, are you a chef? Sən şefsən? Yes, I am. No, I am not. Bu, bunun sən dediyinə görə aydan verdiyi cavab formasıdır. Bəs biz bunu götürsək ki, bu siz mənasındadır, onda burada şefin axırında s olacaqdır. Düzdürmü? Are you chefs? Siz şefsiniz. Onda cavablar belə olardı. Yes, we are və yaxud da no, we are not. We aren't. Qısaldılmış yazdım. Aydın oldu. Yəni, you-nun iki mənası var. Biri sən, biri siz. Sən kimi sual verəndə yes, I am, no, I am not. Məsələn, deyirəm, Azərbaycanlı deyirəm, başa düşün. Sən həkimsən? Bəli, mən həkiməm. Cavab vermirsən ki, bəli, sən həkimsən. Elə demirik. Sən deyəndə mən kimi cavab veririk. Ona görə aydan cavabı var. Bir də biz you-nun nə mənasını öyrəndik, hansı mənasını öyrəndik? Siz mənasını. Bəli, belə sual verim. Siz həkimsiniz? O da deyir, bəli, biz həkimik və yaxud da xeyr, biz həkim deyilik. Onda we ilə cavab verirsə, yes, we are və yaxud no, we aren't kimi cavablar vermək olar. Keçək tapşırıqlara. Sizə burada deyir ki, am, is, are sual olaraq işlət. They cəmdə olduğuna görə nə ilə sual veririk? Are-la. Söhbət burada nədən gedir uşaqlar? Your, yoxsa your room? Əlbəttə ki, your room. Sənin otağından söhbət gedir. Təkdə olduğuna görə is, I am, Nicat and Kamil 2 nəfər olduğuna görə are, she təkdə olduğuna görə qadın cinsidir is, the plates-dən söhbət gedir. Plates nə deməkdir? Boş qablar. Cəmdədir, zeydir, düzdürmü? Ona nə ilə sual verərik? Are-la. The furniture təkdə olduğuna görə is-lə. Her watches, onun saatları cəmdə olduğuna görə are-la. It təkdə olduğuna görə is-lə. Strawberries, çiyələklər cəmdə olduğuna görə are-la. Yenə deyə are-dan. Helen təkdə olduğuna görə is-lə. The people, insanlar cəmdə olduğuna görə are-la. These games, bu oyunlar cəmdə olduğuna görə are-la. Görürsünüz, cavabları vermək üçün, yəni ora to be formalarını qoymaq üçün biz mübtədanı tapmalıyıq. Bilməliyik ki, nəyə sual veririk. Bax, burada games cəmdə olduğuna görə biz burada nə ilə sual verdik? Are-la sual verdik. Games'in cəmdə olduğuna görə. People cəmdə idi. Helen qızdı. Strawberries cəmdə idi. Watches cəmdə idi. Görürsünüzmü? Furniture təkdədir, mebel. Place. Bax, burada z-lərə baxmaq lazım deyil. Z article-dır. Article-dan bizim işimiz yoxdur. Bizə yanındakı isim lazım idi. Bu qədər. Ümidvaram ki, hər kəsə dərs aydın oldu. Növbəti dərslərdə görüşmək üzrə.